Salam gənclər, mən Quliyev Azər. Bugün sizə yol hərəkəti haqqında qanunun 1-ci maddəsindən bəhs edəcəm. Şəkildə gördüyünüz avtomobillər üçün təyin olunmuş yol. Amma avtomobil yolu deyiləndə nə başa düşürük? Həmin maddənin 1.5-ci bəndə yazılıb ki, yol hərəkəti qaydalarına və dövlət standartlarına uyğun olan ölçülərə və kütləyə malik avtomobillərin, avtobusların, motosikletlərin müəyyən edilmiş sürətlə təhlükəsiz və rahat hərəkətini təmin etmək üçün nəzərdə tutulan yerə avtomobil yolu deyilir. Yol həmişə bir dənə olur. Yolun yol çinləri də, səkisi də, yəni piyadalar üçün hərəkət etdikləri yerdə yolun tərkib hissəsinə daxil. Yəni bu şəkildə yolun sağında və solunda görürsünüz piyadaların hərəkəti üçün nəzərdə tutulmuş yer var və onlar da yolun tərkib hissəsinə daxil olunur. Yəni bu haşiyələnmiş ümumi hissə yol hesab olunur. Vəziyyətdən asılı olaraq yolun sağ tərəfi gediş üçündür avtomobillərin hərəkəti üçün, sol tərəfi isə gəliş üçündür. Hərəkət hissəsi deyiləndə nə başa düşürük? Həmin maddənin 1.7-ci bəndə yazılıb ki, hərəkət hissəsi yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir. Yəni ən rahat yadda saxlama hissəsi budur ki, sırf asfalt örtüyü, yəni səki hissə olmayan, yol çinindən ayrı olan asfalt örtük hərəkət hissəsi hesab olunur. Hərəkət hissəsinin üzərində heç bir maneə, yəni hündürə qalxmış bardiyör yaxud ayrıcı zolaq yoxdursa, bir hərəkət hissəsi hesab olunur. Yəni bu şəkildə bir hərəkət hissəsi var, göy haşiyələnmiş yer. Vəziyyətdən asılı olaraq yolun sağ tərəfində avtomobillər gedir, sol tərəfi isə avtomobillərin qayıdışı üçün. Baxın bu göy haşiyələnmiş yer gəliş üçündür. Gediş və gəliş hissələri, axını ayırmaq üçün ya ayrıcı zolaqlardan, ya da nişanlanma xətlərindən istifadə olunur. Yəni bu şəkildə baxın bu haşiyələnmiş yer nişanlanma xətti ilə ayrılıb ki, gediş və gəliş olan hissələri bir-birindən ayırsın. 2 zolaq gediş üçündür, 2 zolaq gəliş üçündür. Bəs ayrıcı zolaq hansı funksiyanı yerinə yetirir? Ayrıcı zolaq gənclər yanaşı yerləşən hərəkət hissələrini bir-birindən ayırmaq funksiyasını yerinə yetirir və yolun ayrılmış elementi olur. Yəni yolun tərkib hissəsinə daxil edilmir. Hündürə qalxmış bir maneədir. Ayrıcı zolaq dəmir ara kəsmələrdən də ola bilər, hansı ki burada göy haşiyələnmişik. Baxın, haşiyələdiyim yer. Həmçində ortada olan ot örtük qazondan ola bilər, beton səddən də ola bilər. İki hərəkət hissəsini, yəni sağ tərəfdə gedənlərlə sol tərəfdə gedənlərin hərəkət hissələrini ayırır. Bəs yanaşı yerləşən hərəkət hissələrini bir-birini ayırır və hərəkət üçün nəzərdə tutulmayıb. Yəni onun üzərindən bu digər tərəflərə adlamaq olmaz. Bəs hərəkət zolağı deyiləndə nə başa düşülür? Hərəkət zolaqları deyiləndə yol hərəkəti haqqında qanunun 1.15-ci bəndə yeyilir ki, yolun hərəkət hissəsinin nişanlama xətti ilə bölünmüş, eni avtomobillərin bir sırada hərəkəti üçün kifayət edən hər hansı uzunluğa zolağıdır. Maksimum 2.75 m ola bilər eni. Yəni nəqliyyat vasitələrinin yox, avtomobillərin normal yerləşəcəyi hissədə. Əgər sizə deyilsə ki, nəqliyyat vasitələrinin bir sırada hərəkəti üçün nəzərdə tutulan en hissəsi, bu halda motosikletlər də nəzərdə tutulur, onu götürmürük. Avtomobil deyiləndə, yəni bir hərəkət zolağında yan qoşqusu olmayan, yəni iki təkərli nəqliyyat vasitələrindən motosikletlər yanaşı gedə bilər. Yəni bir zolaqda yanaşı hərəkət edə bilər. Amma avtomobillər bir zolaqda tək-tək hərəkət edirlər. Bəs yol ayrıcı deyiləndə nə başa düşülür? Yol ayrıcı haqqında gənclər növbəti videoda geniş izah verəcəm, xüsusən də kəsişmələr haqqında. Həmin maddənin 1.11-ci bəndə yazılıb ki, yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi yerdir. Yol ayrıcı həmişə birdən olur. Yəni bu yerdən 4 istiqamətdə yol şaxələnir, yaxud 2 dənə yol gəlib burada kəsişib yol ayrıcı hesab olunur. Yəni bir yerdən hər yerə yol şaxələnir. Burada isə 3 istiqamətdə yol şaxələnir. Kəsişmə deyiləndə isə mən kəsişmə haqqında növbəti videoda animasiya formasında izah edəcəm. Burada da ikinci dərəcəli yolla baş yol kəsişib. Yəni ağ avtomobilin gəldiyi yol çınqıl, torpaq yoldur, gəlib həmin o baş yolla kəsişib. Burada da bir yol ayrıcı hesab olunur. Bəzən bitki ərazilərin yolla kəsişdiyi hissələr tələbələr yol ayrıcı ilə qarışdırır. Yəni bu şəkildə parklanma yerinin yolla kəsişdiyi hissə bitki ərazi hesab olunur. Bura yol ayrıcı hesab olunmur. Çünki həmin yer parklanma yeridir. Bitki ərazilər, yəni yoldan kənarda olan yerlər nə ola bilər? Məsələn, zavodlar, müəssisələr, həyət əraziləri, yaşayış zonaları, parklanma yerləri, yanacaq doldurma məntəqələri də bitki ərazilər ola bilər. Onların yolla kəsişdiyi hissə isə yol ayrıcı hesab olunmur. Buna diqqət edin. Burada isə piyada keçidi hesab olunur. Piyada keçidi deyildikdə bəziləri piyada zolağı ilə bunu səhv salır. Piyada keçidi piyadaların yolun hərəkət hissəsindən keçdikləri yerdir. Yəni həmin maddənin 1.10-cu bəndə yazılıb ki, yolun hərəkət hissəsindən
piyadaların yolu keçməsi üçün nəzərdə tutulan sahə və ya mühəndis qurğusu piyada keçidi hesab olunur. Piyada keçidi qarşısında məlumat verici nişanlar 5.16.1, 5.16.2 nişanları qoyulur ki, həmin yerdən piyadalar keçir. Bəzən nişanlama xəttləri ilə ayrıla bilər, bəzən nişanlama xəttləri olmadıqda isə həmin nişanların arasından yolu keçirlər, yaxud səki xətti boyunca, baxın burada işarə etdiyim kimi, əgər yol çini olsa, yol çini xətti boyunca, yəni bu yol çini ilə digər yol çininə düz bucaq altında yolu piyadalar keçməlidir. Velosipedlərin yolun hərəkət hissəsindən keçdikləri hissə isə velosiped yolu ilə avtomobil yolunun kəsişməsidir ki, hansı da orada xəbərdarlıq nişanları qoyulur öncədən və burada piyadalar, həmin yerdən piyadalar da keçə bilər, velosipedçilər də keçə bilər, amma avtomobillərə yol vermək şərti ilə. Yəni bu kəsişmədə avtomobillər üstündür. Həmin piyada zolaqların və yaxud velosipedlərin hərəkət etdiyi velosiped zolaqların bu məcburici nişanlarla işarələyirlər. İndi isə avtomagistraldan danışım. Avtomagistral yol hərəkəti haqqında qanunun 1.6-cı bəndində yazılıb ki, avtomagistral nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş elə bir yoldur ki, həmin yolun qıraqlarında təyin olunmuş zavodlar, müəssisələr, yaşayış məntəqələri, yaşayış zonaları həmin yolda hərəkət edən avtomobillər üçün istifadə edilməyən hissədir. Yəni hər yerdən təcrid olunub, qırağına reşotkalar, dəmir setkalar çəkilir ki, həm vəhşi heyvanlar, ev heyvanları həmin yolun hərəkət hissəsindən çıxmasın və yaxud bu yoldan istifadə edən avtomobillər həmin obyektlərdən istifadə etməsin. Bu yolda yüksək sürət nəzərdə tutulub, yəni maksimum hərəkət sürəti 110-dur və gediş zolaqları ilə gəliş zolaqların mütləq ayrıcı zolaq, yəni beton ara kəsmə yaxud qazon, dəmir ara kəsmə ayırmalıdır. Bir səviyyədə piyada keçidi, yol ayrıcı olmur. Burada gördüyünüz kimi, burada bir səviyyədə olmayan yollar kəsişib, yəni körpü vasitəsilə və 5.1 məlumat verici nişanla işarələnir. Bu yolda həmçinin piyadaların, malqaraların, velosipedlərin və mopedlərin hərəkəti nəzərdə tutulmayıb. Çünki burada sürəti 50-dən aşağı olan nəqliyyat vasitəsinin hərəkəti qəti qadağandır. Bu yollarda sağ zolaq boş olduqda sol zolaqda hərəkət etmək olmaz. Dayanmaq, durmaq, burada yol çinləri varsa da bu nəqliyyat vasitələri məcburi dayandığı halda istifadə etdiyi yerdir ki, məcburi dayananda avtomobili yol çininə çəkib orada nasadlığı aradan qaldırmağa çalışmaq lazımdır. Və bu yollardan çıxmaq üçün mütləq tormozlama və sürətləndirmə zolaqlarından istifadə olunur. Baxın, burada bir səviyyədə olmayan yolların kəsişməsidir. Piyada keçidi olsa belə yer üstü yaxud yer altı olmalıdır. Yəni yolun hərəkət hissəsindən piyada keçidi ola bilməz, yol ayrıcı ola bilməz, hər hansı bir yerə giriş və yaxud çıxış ola bilməz. Və 50 kilometrdən artıq olmayan məsafələrdə xüsusi dincəlmək üçün, dayanmaq üçün yerlər təyin olunur. Və 5.3 nişanı ilə işarələnmiş yollar da avtomagistrala bərabər tutulur. Avtomobil deyiləndə nə başa düşülür? Avtomobil, gənclər, iki sözün birləşməsindən əmələ gəlib. Autos, yəni Yunan sözü və Latınca mobil sözünün birləşməsindən, yəni avtomobil özü hərəkət edən mənasındadır. Yol, amma Azərbaycan qanunvericiliyində 1.19-cu bənddə yazılıb ki, yollarda avtomobillərin və yüklərin daşınması üçün, yaxud adam və ya yük daşıyan nəqliyyat vasitələrinin yediyə alınması üçün istifadə edilən mexaniki nəqliyyat vasitəsidir. Yəni bu anlayış trolleybusları əhatə eləyir. Yəni trollebus naqillə birləşdirilmiş avtobus hesab olunur. Yəni relsizdir. Amma bu anlayış yollarda adamların və ya yüklərin daşınması və ya bu məqsədlə istifadə edilən nəqliyyat vasitələrinin yediyə alınması üçün istifadə edilən və yalnız yardımçı funksiya daşıyan kənd təsərrüfatı traktorlarını əhatə etmir. Yəni traktora avtomobil deyə bilmərik. Bax, bunu diqqət edin. Nəqliyyat vasitəsi deyiləndə nə başa düşülür? Yol hərəkəti haqqında qanunun 1.17-ci bəndində yazılıb ki, nəqliyyat vasitəsi yolda hərəkət üçün konstruksiya imkanları olan və insan tərəfindən idarə edilən qurğu, habil onun qoşqusudur, yaxud yarım qoşqusudur. Yəni bu şəkildə həm velosiped, həm də minik avtomobil göstərir. Hər ikisi nəqliyyat vasitəsidir. İnsan tərəfindən idarə olunur, yollarda hərəkət üçün konstruksiya imkanları var, yəni təkəri var. Bu halda nəqliyyat vasitələridir. Nəqliyyat vasitələri iki növ ayrılır. İnsanın və yaxud heyvanın nəzərəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitələri və mexaniki nəqliyyat vasitələri. Yəni bu şəkildə velosiped insan əzələsinin gücü hesabına hərəkətə gətirilən nəqliyyat vasitəsidir, amma avtomobil isə mexaniki, yəni daxili yanma mühərriki ilə təchiz olunmuş nəqliyyat vasitəsidir. Bu şəkildə isə tramvay mexaniki nəqliyyat vasitəsi hesab olunmur. Yəni bu özü gedən və yaxud insan tərəfindən idarə olunan nəqliyyat vasitələri içində
mopedi, velosipedi, asma mühərriki velosipedi və tramvayı mexaniki nəqliyyat vasitəsi hesab etmirik. Amma digər avtomobildir, avtobusdur, yük avtomobilidir, motosikletdir, yaxud motosikletin digər növləri, 3 təkərli, 4 təkərliləri isə mexaniki nəqliyyat vasitəsi hesab olunur. Yəni bu şəkildə tramvay mexaniki deyil, amma avtomobil mexaniki nəqliyyat vasitəsi. Ümumi istifadədə olan nəqliyyat vasitəsi deyiləndə nə başa düşürük? Bəzilərimiz ona marşrut avtobusu da deyirik, amma bu anlayış düzgün deyil. Yol hərəkəti haqqında qanunun 1.44-cü bəndində yazılıb ki, sərnişin daşınması üçün nəzərdə tutulmuş, müəyyən edilmiş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsidir. Avtobus, trolleybus, tramvay ümumi istifadədə olan nəqliyyat vasitəsi hesab olunur. Amma turist avtobusudur, məktəb avtobusudur, yaxud məktəbləri daşıyan, azyaşlıları daşıyan, uşaqlar tanıma nişanı ilə işarələnmiş avtobuslar ümumi istifadədə olan nəqliyyat vasitəsi hesab olunmur. İndi sizə yol vermək terminindən danışacağam. Yəni yol vermək deyiləndə nə başa düşülür? Yol hərəkəti haqqında qanunun 1.41-ci bəndində yazılıb ki, yol vermək sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi, əgər başqa nəqliyyat vasitələrinin sürücülərini və ya piyadalar, yəni piyada keçidinə daxil olduqda belə biz piyada olaraq o halda da yol vermək anlayışı lazım olur. Piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda onun, yəni sürücünün və yaxud piyadanın hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamamasıdır, manevr etməməsidir. Yəni bu şəkildə bu avtomobil ikinci dərəcəli yolda gəlir baş yola çıxmağa. Əgər bu avtomobil indi hərəkət etsə, baş yolda kimsə bu avtomobilə görə sürətini azaltsa, yaxud o avtomobili vurmamaq üçün digər zolaqlara keçsə, bu avtomobil qayda pozulur, yəni yol vermir. Amma əgər bu avtomobil yolun birinci zolağına daxil olur, amma soldan gələn avtomobillərin heç birinə mane olmur. Ya sağdan gəlib geriyə dönən avtomobilin heç birinə mane olmur. Onlar bu avtomobilə görə sürətini azaltmır. Əyləc pedalından istifadə etmirsə, bu avtomobil hərəkətini davam etdirə bilər. Ötmə deyiləndə nə başa düşülür? Yol hərəkəti haqqında qanunun 1.39-cu bəndi. Ötmə. Hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçmək ötmə hesab olunur. Hərəkət etdiyi zolağı dəyişmək fərqi yoxdur. İstəyir əks zolaqdan istifadə eləyək, istəyir eyni istiqamətli. Baxın, bu şəkildə bu qırmızı avtomobil eyni istiqamətli zolaqla ötür. Görürsünüz? Yolun ortasında ayrıcı zolaq var. Qarşıdan gələn avtomobillər qazonun, ayrıcı zolağın digər tərəfindən gəlir. Burada əks zolaq yoxdur. Bu iki avtomobili iki zolaqda hərəkət edir. Qırmızı avtomobil eyni istiqamətli zolaqda ötür, sarı avtomobili sonra öz zolağına qayıdır. Yaxud öz zolağına qayıtmayıb qarşıdakı qara avtomobili ötmək üçün də sol zolaqda göyün ardınca ötüb davam etdirə bilər hərəkətini. Bu eyni istiqamətli zolaqdadır. Amma ola bilər ki, avtomobil əks zolaqda ötsün. Baxın, bu avtomobil bu yolda əks zolağa çıxır. Bax, bu yolda iki zolaq var, gediş və gəliş. Dedik axı, vəziyyətdən asılı olaraq yolun sağı gediş üçündür, yolun solu gəliş üçün. Bu qara avtomobil əks zolağa çıxır, ötür avtomobili və öz zolağına qayıdır. Əks zolaqla ötəndə gərək bir-bir avtomobilləri ötək, bir-bir. İndi isə sizə dayanmadan, durmadan danışacağım. Nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsinin 4 halı var. Yəni 4 haldan xaric avtomobil hərəkətsiz vəziyyətə gələ bilməz. Yəni bu hərəkətsiz vəziyyətə gəlmək ya dayanmaq üçündür, ya durmaq üçündür, ya məcburi dayanma eləyir, ya da hərəkət qaydaları göstərişlərinin yerinə yetirmək üçün hərəkətsiz vəziyyətə gəlir. Məsələn, dayanmağa biz deyirik ki, əgər avtomobil yaxud nəqliyyat vasitəsi, yəni yük də ola bilər, avtobus da ola bilər, motosiklet də ola bilər, sərnişinlərin minməsi və yaxud düşməsi, yüklərin yığılması və boşaldılması zəruri olan vaxt ərzində avtomobili hərəkətsiz vəziyyətə gətirirsə, bu dayanmaq hesab olunur. Amma əgər nəqliyyat vasitəsi məcburi dayanmırsa, yaxud yol hərəkəti qaydaları göstərişlərini yerinə yetirmirsə, yaxud onun dayanması adamların və yaxud yüklərin yığılması ilə bağlı deyilsə, avtomobil durmuş hesab olunur. Yəni qısacası belə deyək. Durma halı sərnişin minməməlidir, sərnişin düşürülməməlidir, yük yığılmamalıdır, yük boşaldılmamalıdır. Digər məqsədlər üçün sürücü özü ixtiyari olaraq avtomobili hərəkətsiz vəziyyətə gətirilməlidir. Məsələn, bunun üçün çox nümunələr çəkə bilərik. Düşüb avtomobili tərk edib gedə bilər sürücü, marketə gedə bilər, evinə gedə bilər və yaxud da avtomobili saxlayıb yorğunluğunu ala bilər, avtomobilə texniki qısa baxış keçirə bilər, mənzərəyə baxmaq üçün bunlar durmaq hesab olunur. Və gözləmə halı da durmaqdır. Yəni sən sərnişin mindirməyi gözləyirsənsə, yükü boşaltmağı gözləyirsənsə, bu da durmuş hesab olunur. Məcburi dayanma texniki səbəbdən, yaxud sürücünün, sərnişinin
səhhətində olan problemlər səbəbindən avtomobili hərəkətsiz vəziyyətə gətirməsidir. Bu da məcburi dayanma halıdır. Yol hərəkəti qaydaları göstərişlərini yerinə yetirmək halı isə, məsələn, svetoforun qırmızı siqnalında gözləmək halıdır, piyadaya yol vermək üçün dayanma hallarıdır. Bu qaydalara riayət etmək halı hesab olunur. Məsələn, biz özümüzü pis hiss eləyə bilərik, yanacağımız bitə bilər. Bu halda məcburi dayanmış ola bilər, yolumuza bir maneə. Baxın, bu şəkildə sürücünün qarşısına ağac açıb və sürücü məcburi dayanır. Bu halda qəza işıqlarını yandırmaq lazımdır ya da avtomobildən 30 metrdən az olmayan məsafədə qəza dayanma nişanı quraşdırmaq lazımdır. Diqqətiniz üçün təşəkkür edirəm. Sizinlə Azər Quliyev idi.